məşğulluq agentliyinə müraciət etmişdim. Oradan məni yönləndirdilər bura. Xəbər gəldi ki, mənə elm peşə kurslarına qəbul olmusunuz və mən bura gəldim. Yaxşı ki də gəlmişəm, çünki həm dərslərdən, həm də Bəhruz müəllimdən çox məmnunam. Artıq 2 həftəyə yaxındır ki, kurs davam eləyir və bir çox yeməyi artıq öyrənmişik. Dövlət Məşğulluq Agentliyinə müraciət elədim. Onlar mənə sağolluqları göndərdilər elm peşə kurslarına. Həvəsim olduğuna görə aşpaz, çox sevdiyimə görə aşpaz sənətini, ona görə müraciət etdim aşpazlığa. Kursumuz 2 aydan ibarətdir. 2 ay müddətində 1 ay dərsindən sonra praktikaya göndərirlər, sonra bizi də işlə təmin edirlər. 2 ildir elm peşə kurslarında aşpaz təlimçisi kimi fəaliyyət göstərirəm. Kursumuzun məqsədi işsizliyin aradan qaldırılmasında vətəndaşlara kömək olmaqdır. Biz 18-45 yaş arası həqiqətən peşə öyrənmək istəyən və iş yiyəsi olmaq istəyən gələn vətəndaşlarımızı müsahibədən keçirdirik. Ondan sonra şəhərimizdə olan restoran və otellərin menüsünə əsasən tələb olunan yeməklərdən, Avropa, milli, fast food yeməklərindən dərslər keçirik. Kursun sonunda sertifikatla təmin edirik. Keyfiyyətə heç bir söz ola bilməz. Tələbələrdən də görsənir, hər biri işləyirlər. Bir həftədir kursa gəlmələrinə baxmayaraq artıq işləri öyrəniblər. İnşallah kursun sonunda daha mükəmməl olub, aşpaz köməkçisi kimi yüksək maaşla şəhərimizin otel və restoranlarında çalışacaqlar.